Üstündən bir müddət keçir, səhər-səhər durur, görür ki, bağçaya da qar yağıb. Deyirlər ki, onsa qışla danışmışam, gələndə deyəcək. Üstündən bir müddət keçir, bu səhər-səhər durur, görür, qapı açılmır. Ha eləyir, aça bilmir. Güclə bir tərəf balaca qapını aralayır, görür ki, qar qapını alıb. Qışa deyir ki, abi mən sən xəbər elə dedim axı. Dedim, mən xəbər elə gələndə, mən tədarükümü görüm. Mən odun yığım və s. qalın paltar alım. Qış deyir ki, dağa yağdın, bilmədin. Dağa yağdın, bilmədin. Mən neynəməliydim? İndi sənə bir dənə söz deyim. Yəni, bir gün ayılacaqsınız ki, Mansurun ölüm xəbəri gəlir. Mən indi burada nə baş verib, onu bir kəlmə desəm, telefonumu kəsəcəklər. Eşidirsən məni? Oturublar yanımda, o tərəfdən də qulaq asırlar. Bir kəlmə desəm burada nə baş verib, telefonumu kəsəcəklər. Yəni mənim özümlə gəlib görüşməyənə qədər, mənim özümdən eşitməyənə qədər burada nələr baş verib, heç kimin bir kəlməsi inanmırsınız. Deyirəm, mənim ölüm xəbərim gələcək söylə. Deyim, bu ölkə başçısına mən buradan ərizə yazıram, göndərmirlər, dedim, mən çəkim vermirlər. Cənab prezidentə yazmışam, ombudsmana yazmışam, heç bir ərizə mənə göndərmirlər, nə də mən çəkim vermirlər. Deyirəm, lotu yox da, bildin nə? Deyin ki, bura təzə rəis ədəcilsi gəlib, deyirəm, qardaşıma işgəncə verir. 10 nəfər düşüb üstümə gecə ilə 4 dənə qandalıb vurublar mənə, bağlayıb. Bir gün ayılacaqsınız ki, Mansurun ölüm xəbəri gəlir. Mən indi burada nə baş verib, onu bir kəlmə desəm, telefonumu kəsəcəklər. Eşidirsən məni? Oturublar yanımda, o tərəfdən də qulaq asırlar. Bir kəlmə desəm burada nə baş verib, telefonumu kəsəcəklər. Yəni mənim özümlə gəlib görüşməyənə qədər, mənim özümdən eşitməyənə qədər burada nələr baş verib, heç kimin bir kəlməsi inanmırsınız. Deyirəm, mənim ölüm xəbərim gələcək söylə. Deyim, bu ölkə başçısına mən buradan ərizə yazıram, göndərmirlər, dedim, mən çəkim vermirlər. Cənab prezidentə yazmışam, ombudsmana yazmışam, heç bir ərizə mənə göndərmirlər, nə də mən çəkim vermirlər. Deyirəm, lotu yox da, bildin nə? Deyin ki, bura təzə rəis ədəcilsi gəlib, deyirəm, qardaşıma işgəncə verir. 10 nəfər düşüb üstümə gecə ilə 4 dənə qandalıb vurublar mənə, bağlayıb. 5 gün acsız olmuşam, 5 gün. Mənə acına 10 nəfər tökülüb, mən 5 gün acılıqda oldum, 5 gündən sonra elə bil mənə gecə rəis tökdürdü üstümə adamları, vurdular mənə qandala. Bir nəfər də mənə boğurdu, prosto boğanın mənə sifəti yadımda deyir. Kimdir, mən onu görmədim. Mən də mənim orada ağlım da başımdan çıxıb özümdə olmamışam. Bəxtər deyil, sən özündə dördün, o şeylər mənim yadımda deyir. Bildim. Bildin nətə? Səhərsin də özümdə olmamışam. Səhər-səhər, yəni məni o qandalı vurmaqlar hamısı yadımdadır. Əlimi şeyləmək, boğmaqlar hamısı yadımdadır. Prosto mən həkimlə Zampoliti gəldi, Zampolitlə danışandan sonra elə bir həkimin yanına apardı. Həkimin yanına apardı. Biraz orada elə bil özümə gəlmişəm. Amma indinin özündə kitab oxurum, başım heç nə girmir. Andolalar o günlər uşaqları yığdım, nömrələr yadından çıxmışdı. Bütün bədənim yara töküb, gəlsinlər, baxsınlar, görsünlər ki, mən nə gün deyəm. 2 aydır mən sentral deyirəm, mən sentrala göndərmişdim, dağın gün ərzində. Gəzinti vaxtı neçə saatdır həbsxanada? Burada yazıblar, hətta təcrübxanada yazıblar səhər 10:00-dan 17:00-a qədər. Amma bunlar verirlər günə 1 saat. Yəni havasızlıqdan özün görsən də mən nə günə qalmışam. Amma hindinin özü həm əsəbdən, həm havasızlıqdan da pis günə qalmışam da, yəni xırda-xırda öldürmək istəyirlər. Bildin nə? Ölkə başının xəbəri yoxdur, bunlar da ayaqlarını qoyurlar, qaza, hoqqa qalmır verirlər. Bilirsən nə tərdir? Mən cinayət edib gəlsəm bura, mən yanmaram. O özlərini də bilirlər ki, mən şərrənib gəlmişəm bura. Mən şərrənib gələ-gələ hər şey məbru 2 qatına veriblər, kişi. 2 qatına. 2 qatına qiymət olar ha. Deyirlər ki, yuxarıdan bu tənzimlənir. Burada bir şey var. Bunların bir dənə ağsaqqallıq eləyən Fikrət Qafarov var. Kişi də yazıba gəlir, getmişdi onun qəbrinə atan anlatmışdı ya. Çalışın səs üzü prezidentə çatdırın. Ölkənin yiyəsi var, bildin nə tər? Yəni o bilsə, yəni burada ayrı zor olacaq, bildin nə tər? Bildim. Bunların yəni planı məni öldürməkdir. Yəni burada bilsən nə deyirlər? Deyirlər islah olmaq bilsən nə deyirlər? Yəni biz nə zülm eləyirik, səsi çıxartmacıram. Mən misal üçün, mən elə bir burada laboratoriya sıçanıyam da bir dənə, bildin nə tər? Laboratoriyada sıçan nətər üstünə eksperiment aparırlar. Bax, mənim əsəbimlə, mənim maddi, mənəvi, hər cürə mənə zülm olunur burada. Bildin nə tər? Elə bir də əllərini tutulur ki, səni döymürük. Amma axırıncı dəfə 10 elətdirdilər. Yıxdırdılar məni yerə, bağladılar məni qrafata. 4 dənə mənə qandal vurdular, ağır qandal, 4 dənə. Və bir nəfər də məni boğdu. O boğmağı yadımdadır, qışqırırdım ki, mən erməni döyürəm, erməni çölə buraxıb bizi burada belə eləyirsiniz. O yadımdadır. Ondan sonra nə baş verir bilmirəm. Sonra Seyid Bəxtiyar dedi ki, Kəbala, məni də apardılar, bağladılar o birisi kamerada 4 dənə qandal vurdular mənə də. Bəxtiyar nə qədər qandalı saxlayıb, sonra görüblər ki, mənim başım gedib, özümdən getmişəm. Ondan sonra Bəxtiyarı açıb gətiriblər, bildin nə tər? Başa düşdüm. Sonra Bəxtiyar elə bil mənim üzümə suzat vurublar, eləyiblər, nəsə gecə bir təhər ayılmışam.
Bildin nətər? Bunlar da məndən adamlar göndəriblər, məndən bəzi şeyləri razılıq almaq istəyirdilər. Mən də razılıq vermədim. Dedim ki, yox, mümkün olan şey deyil. Bildin nətər? Yəni burada çıxıram, telefona çıxıram. Telefona mənə bizə deyirlər, bir çıxardı mənə su imtina edir. Yalan deyirlər. Mən deyirəm ki, telefona çıxardır mənim telefona. Gəlirəm, deyirəm, bax istədiyimi deyəcəm. Deyirsən sonra kəsəcəm. Da mən nə danışacağam onda? Görsən indi şikayət edən kim sırası kəsdilər. Yadva gəlir destiyatorda Emin Cəfərovun hoqqa verdi. Yadva gəlir, atı ilə danışa-danışa telefonumu kəsdilər ha. Eyni oyunlar burada gedir. O məni orada bax mən ərizəmi göndərməyib məhkəməyə. Bax Emin Cəfərov orada bir hoqqa verir. O Emin Cəfərovdur. Orada şey vardı, Mavin vardı. Bunlar hamısı Qafarovun qohumlardır. Eşidirsən mənə? Harda qohumları var, onlar daydaylıq eləyir. Həm də ki, bunların evi klanıdır da. Bildin nətər? Pul yığan odur. İndi ondan yuxarıda Nazır Mirsaleh yığır. Ondan yuxarıda kim yığır da mən bilmirəm. Bildin nətər? Əsas odur ki, korrupsiya xəttəyə qədər var, işgəncə də var, qiymətlər süni şəkildə qaldırılır. Yəni ölkənin başçısı ki, qiymət qaldırmırlar, qaldırırlar. Bildin nətər? Yəni hoqqa qalmır verirlər də. Ölkə başçısına insanlarda nifrət oyatmaq üçündür. Kimlər də onun ayağının altını qazan mən bilmirəm. Bildin nətər? Gəlib düşmüşük bura, bu günlərdə, bu türmənin içində də bizə zülm edirlər. İstər-istəməz bir balaca başı çıxmayan adam ölkənin başçısını durub günah. Bildin nətər? Ananın fikirləşirəm ki, hala bunun hər şeydən xəbəri yoxdur ki, cəmaatın səsini boğurlar burada. Bildin nətər? Açan biri canından qorxur, biri malından qorxur, biri ailəsindən qorxur, biri uşağından qorxur. Lazımdır ki, o səsini çatdırın yuxarılara ki, sən qoyduğun ikisi hoqqa verir burada. Xəbərin var, sən 4 il gedib bu can qoyub Qarabağda, 4 il. Bunun oğlu da hal-hazır Laçında əskərdir. Bunu bu yaşlı kişini bağlayıblar Qoykiya, şeydə qrafata, qandalla. 4 dənə qandal var. Bilirsən bu nə deməkdir? Erməninin oradan buraxır, bizi burada salıb içəri. Salıb içəri bizə işgəncə verirlər. Deyirəm, mən bildim, misal üçün, o Praqul gəzinti var, misal üçün, gəl bilmir, burada bizi bağa baxıcı çıxardılar. Elə bir üstə açıq yerə çıxardılar, bildin nətər? 3 metrin 4 metrə enidir. Bir dənə üstə açıqdır ki, orada hava var. Təsəvvür eləyən ki, yəni onu bizə bir saat verirlər, təsəvvür elə. Bu ölkənin qanunlarının uğruna mən gəlmişəm. Sözü nə danışırdım, yadımda deyil. Deyirdim ki, cəmaatdan rüşvət almayın, cəmaatın balasını belə eləməyin, el eləməyin, pozğunluq yaymayın falan. Bunlardan qarşı gəlmişəm də burada. Bir dənə balaca televizor var idi. 300 manatlıq televizordur. And içirdi tutaqlar ki, bu televizor bizə 40 minə başa gəlib hesablamışıq. 40 minə. Biri götürüb pultunu aparıb 1000 manat yüklüyür. Birindən nəyə aparıb 2000 manat yüklüyür. Tutaqlara zülm eləyirlər orada, təsəvvür. Nə tər zülm? Zülm o deməkdir, düzdür, döyülənlər də var. Amma zülm o demək deyil, eşidirsən məni? Kimsə döysünlər, işgəncə bir tək o deyil. Eşidirsən məni? Mən türməyə düşəndən bu günə kimi heç vaxt qeyri-legal bir şey tələb eləməmişəm. Nə tələb eləmişəmsə legal olub. Bəzi adamlar var, gedirlər otururlar xaricdə, ölkə başçısının özünün ailəsini söyürlər. Bax bu belə adamlardır. Bunlar insanlara zülm eləyirlər. Bunlar da gedirlər orada icranı zadı söymür, başçını söyür. Yəni şey altda qalan elə başçı olur. Bildin nətər? Ölkəmdə misalcı səbəbdən söz. Mən cinayət eləyəm, kimsə öldürəm və ya da narkotik satan, cəmaatın balası zəhərləyim. Mən yanmar. Məni yandıran odur ki, siz bilirsiniz biz şərrənmişik. Onu bilə-bilə məndən belə eləyirsəm, o məni yandırır. Hamı qoy eşitsin, bütün ölkə bilsin və bu hər yerdə yayılsın. Ölkə başçısı bəlkə beləcə də səsini çatır. Başqa cür çatdıra bilməyəcəksən. Bəli. Və nümayəndələr də gəlsin, məni qəbul etsinlər burada. Hamısı tökülsün, gəlsinlər, mənim dərdimi dinləsin. Hamısının bir-bir adlarını deyəcəm. Sağ ol. Göstərəcəm hamısını. Amma gəlsinlər burada məni qəbul etsinlər. Mən kimi dərhal səsi paylaşılan, at ona buna hamiyə. Hələ bilmək olmaz çöldə nə baş verəcək. Məni, ki, heç bir ölkə başçısı istəməz ki, millət ona nifrət eləsin. O aşağıda oturanlar həmişə onun torbasını tikirlər. Bəli. Ona görə də sən çalışla bu səs yayılsın, geçsin onun qulağına çatsın məsələ. Yaxşı?